Bəziləri süni intellekti təhlükə kimi görür, bəziləri isə onun yeni imkanlar yaratdığını düşünür. Amma hamının ağlında eyni sual var. Texnologiya inkişaf etdikcə əmək bazarında insan faktoru yavaş-yavaş arxa plana keçir. Mən fizika müəllimliyi ixtisası istəyirəm və elə düşünürəm ki, fizika müəllimliyinə süni intellekt heç bir təsiri olmaz. O müəllimliyə hələ də ehtiyac olduğuna görə süni intellekt təsir eləməz. Mənim fikrimcə, süni intellekt mənim ixtisası müəllimdən alınmaz. Nədir ixtisası? Mühasibət ixtisası. Çünki o daha çox insanların görə biləcəyi bir işdə. Düzdür, süni intellekt də o işi görə bilər, amma insan qədər bölmənizə bacaranmaz. Süni intellekt gələcək peşələrə yaxşı təsir göstərəcək. Süni intellektin özü də yeni ixtisaslara ehtiyac yaradır. Mütəxəssislərin fikrincə, süni intellekt bəzi peşələri risk altında qoysa da, bəzi sahələrin daha da inkişaf etməsinə kömək olacaq. Süni intellektin özünün inkişafı üçün lazım olan mütəxəssislər var. Bunların ixtisası artım gözlənilir təbii ki. Bundan əlavə olaraq kiber təhlükəsizlik sahəsində, çünki süni intellekt vasitəsilə yaranan risklərin çoxalır və bunun ilkin olaraq qarşısının alınması, öyrənilməsi, əks ssenarilərin hazırlanması üçün mütəxəssislər lazımdır. Kiber təhlükəsizlik sahəsində, yəni tibb sahəsində, bioinformatika sahəsində olan elmi araşdırmalar, hansı ki, orada məlumatların analizi, verilənlərin toplanması, analizi və sair funksiya nöqteyi nəzərindən sırf o istiqamət üzrə mütəxəssislər təbii ki, çox vacibdir və bu süni intellekt onların həmin ixtisasların inkişafına birbaşa təsir göstərəcəkdir. Bəs görəsən süni intellektin inkişafından ən çox hansı peşələr təsirlənəcək? Risk altında olan peşələr: redaksiya işləri, tərcüməçilik, katiblik, ofis idarəçiliyi, maliyyə, mühasibatlıq, logistika, daşınma. Risk altında olmayan peşələr: müəllimlik, təhsil sahəsi, tibb, psixologiya, psixoterapiya, kiber təhlükəsizlik, bioinformatika, biotexnologiya. Görünən odur ki, süni intellekt yalnız insan əməyini əvəz etmir, həm də onu tamamlayır. Əmək bazarında ən çox axtarılan bacarıqlara gəlincə, gələcəkdə bəzi yumşaq bacarıqları sahib olan kadrlara daha çox ehtiyac olunacaq. Bunlar hansılardır? Qərar qəbul etmə bacarığı, analitik düşünmə bacarığı, problem həll etmə bacarığı, kreativlik, innovativlik kimi bacarıqlara malik olan şəxslər tərəfindən əmək bazarında tələbat daha çox olacaq. Aynur Hökmürəvan, Zahir Zahidoğlu, Röyal Əsədov, Könül Məmmədova, ASTV Xəbər.